Kanalımı izləyən hər kəsə Allahın salamı olsun. Bu gün sizinlə özəl günlərdə çox gözəl görünən gəlin boğçası reseptinin necə hazırlandığını bölüşürəm. Çay qaşığının 1/4 hissəsi quru mayanın üzərinə 1 xörək qaşığı ilıq su əlavə edib kənarda gözlədirəm. 1 kiloqram unun üzərinə 1 çimdik duz, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı vanil və 400 qram otaq istiliyində yağ əlavə edib əlimlə ovuram. Artıq umaç hazırdır. İndi isə 300 qram xamanın üzərinə 4 yumurtanın sarısını əlavə edib qarışdırıram. Hazırlanmış kütləni və aktivləşmiş mayanı umacın üzərinə əlavə edib xəmir yoğururam. Əgər lazım olarsa, çox az süddən də istifadə etmək olar. Xəmiri yaxşı yoğururuq, təxminən 8-10 dəqiqə. Bərk xəmir alınmalıdır. Xəmir artıq hazırdır. Üzərini örtüb 30 dəqiqə kənarda gözlədirəm. 4 yumurta ağının üzərinə 1 çimdik duz əlavə edib mikserlə çırpıram. Təxminən 30-40 saniyə. Sonra isə hazırlanmış kütlənin üzərinə sürkəcdən keçirilmiş 2 limon qabığı, 1 çay qaşığı vanil və 2 limonun şirəsini əlavə edib qarışdırıram. Hazırlanmış kütlənin üzərinə 1 kiloqram təmiz çəkilmiş fındıq və 640 qram şəkər tozu əlavə edib yaxşı qarışdırıram. Hər biri 36 qram olmaqla 51 ədəd yumru top hazırlayıb, təxminən 15-20 dəqiqəlik buzluğa yerləşdirirəm ki, bir qədər bərksin. İçliyi buzluğa yerləşdirdikdən sonra xəmiri götürüb əlimdə bir qədər yumurlayıb, sonra isə hər biri 43 qram olmaqla yumru toplar hazırlayıram. Kündələrin hamısını hazırladıqdan sonra üzərini örtürəm. İndi isə təxminən 3-4 mm qalınlığında olaraq yayıb 5-5 üst-bəst yığıram və üzərini örtürəm. Yaydığım kündələrin kənar tərəflərini yüngülvarı isladıb, içli yerləşdirib və göstərdiyim bu cür bükürəm. Bükdükdən sonra isə yenə də üzərini örtüb hamısını hazırlayıram. İçlikdən 11 ədəd artıq qalır. Üzərini örtüb buzluğa yerləşdirirəm. Nə vaxtsa şəkərbura hazırlayarkən xəmirindən istifadə edib içliyi də istifadə edəcəm. Xəmirin altına qoyduğum xəmir kəsici alətdir. Amma olmasa kağız kardondan da istifadə edə bilərsiniz. Amma ölçüsünü balezə götürsəz daha yaxşı olar. Ölçüsünü balezə ona görə deyirəm ki, üzərini bəzəyərkən əlinizdə mane olmasın. Şirniyyatların hamısını bəzədikdən sonra üzərini örtmədən təxminən 30 dəqiqə masanın üzərində saxlayıram ki, bir qədər qurusun. Yəni bişərkən naxışları itməsin. Bişirərkənsə şəkərbura kimi bişiririk. Yəni öncədən isidilmiş 130 dərəcəlik sobanın alt tərəfində alt hissəsi yüngülvari qızarana kimi bişiririk. Şirniyyatın bəzlərini isə orta hissəsini deşmədən bəzəyirəm. Yəni istəyə bağlıdır. Videonun sonuna gəldim. Əgər gəlin boğçası resepti xoşunuza gəldisə, videonu bəyənib düşündüklərinizi rəy bölməsində yazmağı unutmayın.
Növbəti videolarda görüşənə kimi sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Allah hər birinizin evini, süfrəsinə ruzlu, bərəkətli və huzurlu etsin. Amin.